İslam dediyimiz anlayış əslində hər bir zaman, tarixin hər bir dövründə mövcud olan bir əsas yoldur. İnsanın yaradılışına uyğun olan bir din olmalıdır. Yəni bu din mənim həyatımı asanlaşdırmalıdır, çətinləşdirməməlidir. O din mənə huzur verməlidir, rifahımı artırmalıdır, yüksəltməlidir. Mənim həyata baxışımı müsbət mənada dəyişməlidir. Mənim suallarıma cavab verməlidir. Mən niyə burdayam? Hara gedəcəm bundan sonra? O zaman həqiqi mənada dinin nə olduğunu bilə bilirik. Bu gün İslam deyəndə hansı İslam? Bir var Allahın insanlara göndərdiyi İslam, bir də var insanların uydurub adını qoyduqları İslam. Məsələn, bugünkü İslam anlayışından baxanda bunlar bir-birini qırırlar. IŞİD də özünü müsəlman sayırdı, Boko Haram da özünü müsəlman sayırdı, Əl-Qaidə də özünü müsəlman sayır, Taliban da özünü müsəlman sayır. Hansı biri? Allahın dinində varmı? Məsələn, dinindən dönəni öldürməlisən deyirlər. Varmı Quranda belə bir şey? Xeyr. İçki içənə, spirtli içkidən gedir söhbət, cəzalandırmalısan. Varmı Quranda belə bir şey? Xeyr. Rəvayətlərdən, hədislərdən, müxtəlif kitablarda olan, İsrailiyyətdə olan məsələlərdir. Allahın göndərdiyi dində belə bir şeyə rast gələ bilməzsiniz. Demirəm bunlar yaxşıdır və yaxud da icazəlidir. Xeyr. Amma Allahın demədiyi məsələləri həyata keçirirlər. Allahın buyurmadığı əmr kimi bunu qəbul eləyib insanların həyatlarını o şəkildə çətinləşdirirlər. İslam bunu istəmir. İslamın istədiyi biz peşəmizdən, ixtisasımızdan, mövqeyimizdən asılı olmayaraq hər birimiz bir-birimizə gözəl şəkildə yanaşmalıyıq. Amma bu günlərin baxırsınız ki, insanlar bir-birlərinə danışıqlarından görə, fikirlərindən görə, düşüncələrindən görə, sözlərindən görə birinə bidət əhli deyir. Ona salam vermək olmaz, ona qulaq asmaq olmaz, ona tamaşa eləmək olmaz, onu seyr etmək olmaz, ona baxmaq olmaz kimi fikirlər ortaya atırlar. Niyə? Halbuki Allah Qurani-Kərimdə deyir ki, onlar deyir sözə qulaq asarlar, ən gözəlinə tabe olarlar. Niyə Allah bizə çünki ağıl verir, şuur verir. Ona görə də Quranda dəfələrlə niyə ağlınızı işlətmirsiniz? Niyə fikirləşmirsiniz? Niyə dərindən analiz eləmirsiniz kimi ayələr var. Bizim dediyimiz İslam bu günlərim Allahın Quran vasitəsilə bizə təqdim elədiyi bir kitabdır. Mənim də insanlara dəvət elədiyim İslam bu günlərim Allahın bizə çatdırdığı həmin o din anlayışıdır. Digərlərindən fərqləndirən məsələ budur. Adamın biri ilə söhbət eləyirəm, özünü ateist, deist adlandıran şəxs. Deyir ki, məsələn mən dindən çıxdım. Soruşdum ki, nə vaxt dinə girmişdi? Bu biraz düşündü. Çünki bu dinə girmə deyə bir seremoni, bir mərasim, bir ritual həyata keçirilməyib. Varmı belə bir şey? Bu da yoxdur əslində. Müsəlman valideynlərdən dünyaya gəlir. Çünki müsəlmanların yaşadığı bir coğrafiyada yaşayır. Özünü ona görə müsəlman bilir. Müsəlmançılığı nədir? Oğlan uşaqlarının deyək ki, sünnət olması olaraq müsəlmançılığı biz bilmişik. Qızlar üçün müsəlmançılıq nədir? Bunu düşünməyibdilər. Çünki qızlar heç düşünülə biləcək bir məxluq olaraq qəbul eləməyibdilər. Köçəri quş kimi baxılıb hər bir zaman.